İnsanın özünü dərk etməsi, anlaması sanki daxili aləminə bir səyahətdir. Bu zaman əldə edilən nəticə isə daha mükəmməl olur. Əvvəlcə insan özünü anlayır, daha sonra insan ən böyük nimət olan imanla qovuşur. İman tək başına fərdi bir yol deyil. Burada zərif bir məqam var. Biz toplum halında vahid Allahı təmsil etməliyik. Əgər özümüzü yaradanın bir zərrəsi sayırıqsa, onda hər birimiz o zərrənin içində bir işıq olmalıyıq. İşıqlar birləşəndə işıqlanma olur. Əgər biri sönürsə, digəri zəifləyir. İnsanlar arasında əlaqə qırılırsa, Allaha doğru olan enerji də zəifləyir. Unutmamalıyıq. Allah bizi birliyə səsləyir.